Salam, hər vaxtınız xeyir. Bugün söz birləşmələrinin izahına baxaq. Amma izaha baxmamışdan öncə bir məsələni demək istəyirəm. Videolara çox az baxışığa gəlir. Abunə də demək olar yoxdur. Zəhmət olmasa bütün izləyicilərimdən xahiş eləyirəm ki, mənə dəstək olsunlar. Öz yaxınları ilə paylaşsınlar. Abunə sayını artıraq. Başlayaq. Söz birləşmələri ilə bağlı klasteri tamamlayacaq fikirləri müəyyən edin. Söz birləşmələri hər iki tərəfi müstəqil sözlərdən ibarət olur. Bu düzdür. Demək, biz düzləri tapmalıyıq. Leksik məna daşımayan söz birləşmənin demək istəyir. Birləşmənin əsas və aslı tərəfi kimi çıxış etmir. Bəli, bu da düzdür. Çünki leksik məna daşımalıdır ki, o əsas və aslı tərəf olsun. Daşımasa, sadəcə onun söz birləşməsinin tərkibinə daxil ola biləcək, tərəf olmayacaq. Başlanğıc formaya əsasən müəyyən edilir. Müstəqil şəkildə cümlə üzərində çıxış edə bilir. Bəli, söz birləşməsinin də söz kimi başlanğıc forması olur və müstəqil şəkildə cümlə üzvü olur. Qrammatik əsasları olur. Qrammatik əsas mübtəda xəbər deməkdir. Söz birləşməsində bu olmur. Əsas tərəfdən fərqli olaraq aslı tərəf formaca dəyişə bilmir. Formaca dəyişmək qrammatik şəkilçi qəbul etməkdir. Məsələn, atalar sözləri. Hər iki tərəf dəyişdi. Atalar sözü. Belə eləyək. Atalar sözü. Aslı tərəf cəm şəkilçi qəbul etdi, dəyişdi. Deməli, cavab olar 1, 2. Aslı tərəf subyekt bildirən fe'li birləşməlidir. Subyekt bildirmək bir iş görən lazımdır bizə. O da Azər gedərkəndir. Digərlərində elə bir şey yoxdur. Obyekt bildirir deyirsə, üzərində iş görülən bir əşya lazımdır bizə. Evdə yatarkən məsələn məkan bildirir. Məsələn, kitab yazmaq üzərində iş görülən əşyanı bildirir. Dostlar görüşəndə isə subyekt bu. Aslı tərəfi fe'l olan fe'li birləşməni müəyyən edin. Bizə lazımdır ki, aslı tərəfi fe'l olsun. Yaza bilən mürəkkəb fe'ldir. Gəlib çatmaq bu da mürəkkəb fe'ldir. Oxuyanlar gələndə. Cavabım oxuyanlar. Aslı tərəfində fe'l var, fe'l sifət. Cavabım elə budur. Gəldi, gedər dünya. Necə dünya bu sifət götürərəm. Gedər, gəlməz bu da onsuz isimdir. Məsdərin özünə xas olmayan morfoloji əlamətlə söz birləşməsinin əsas tərəfi kimi işləndiyi variant hansıdır? Morfoloji əlamətlə özünə xas olmayan morfoloji əlamət məsdərin cəmlənməyidir və həmin o cəmlənmiş məsdər birləşmənin əsas tərəfi kimi işlənsin. Yəqin ki, oxumaqları elə özlərinə qalacaq. Burada var, amma birləşmə yoxdur burada. Ona görə A çıxdı. Böyük həvəslə onun hazırladığı səhnəyə baxır. Burada bir məsdəri görmürəm. Onların kitabdan danışmaqları əsas tərəfdir və cəmlənibdir. C-ni götürmək olar. Digərlərində elə bir məsələ yoxdur. Hansı cümlədə morfoloji və sintaktik sualı fərqli olan söz birləşmənin aslı tərəfidir? Morfoloji və sintaktik sualı fərqli olsun və birləşmənin aslı tərəfi olsun. Daş divarların hamısı söküləcək. Bura baxaq. Daş sözü deməli, ayrılıqda nə sualına cavab verir? Düzdür? Amma indiki halda daş divar necə divar? Sintaktik sualı fərqlənir. Morfoloji və sintaktik sualı fərqləndi və söz birləşməsinin aslı tərəfindədir. Deməli, A-nı götürə bilərəm. Burada yaralı dağ, yaralı elə necə sualıdır. Burada da necə sualına cavab verir. Vurğun küçəsinin qucduğu yerdən Nizami küçəsi qol tək uzanıb. Bu onsuz qeyri-müəyyən yəlik halda olan birləşmələrdir. Vurğun, nizami sözlərdir və onlar elə onsuz da nə sualına cavab verir morfoloji baxımdan da. Yəni bu çıxdı. Ağ örtü içində bəyaz buluddan çıxır nur heykəli. Nə heykəli? Nur heykəli. Yəni nurun heykəli bu qeyri-müəyyən yəlik halda. Şəfəqin dastanı bu da qeyri-müəyyən yəlik halda. Yəni burada bir təyin rolunda deyil ki, mən deyəm onun sintaktik sualı fərqlənir. Belə yəni. Sonra nə var burada? Hansı cümlədə ismi birləşmə işlənib? Dərsə vaxtında gəlməyi onu fərqləndirirdi. Bunun qarşısında
bunun qarşısında onun sözünü artırsaydıq, olardı ismi birləşmə. Onun dərsə vaxtında gəlmək. Amma indiki halda nədir? Fe'li birləşmədir. Anarın yazdıqları dıq mənsubiyyət olanda heç vaxt ismi birləşmə əmələ gətirmir. Həmişə fe'li birləşmədir. Baxmayaraq ki, onun qarşısında yəli çalı söz gəlib. Bəstəkarın mahnı bəstələməsi, bəstəkarın bəstələməsi. Bunu götürmək olar. Yəli çallı söz var, mənsubiyyət var, götürmək olar. Sözləri şövqlə nota düzməsi. Yenə də bu həmin məsələdir. Onun olsaydı götürə bilərdim, amma indiki halda yox. Başa düşmədim. Bu heç söz deyil, söz birləşməsi deyil. Çünki bu başa düşmə frazemdir. Hansı nümunədə ismi birləşmənin aslı tərəfi parçalanaraq müstəqil cümlə üzvü kimi çıxış edir? Aslı tərəf müstəqil olsun deyir. Onun bu addımı bizi yolumuzdan etdi. Onun addımı. Buradakı bu parçalana bilməz. Maraqlı kitab oxumaq ismi birləşmə deyil, fe'li birləşmədir. Sizin məktəbin şagirdləri yarışda idilər. Baxın, yarışda idilər. Kim? Məktəbin şagirdləri. Hansı məktəbin? Sizin. Götürə bilərəm bunu. Niyə götürə bildim? Çünki sizinin tələb etdiyi mənsubiyyət şəkilçisi məktəbin sözündə yoxdur. Sizinin mənsubiyyət hansıdır? Sizin məktəbinizin şagirdləri olmalı idi. Məktəbinizin. O yoxdur deyə sizin parçalana bilər. Bizim vaxtlarda, bizim tərəflərdə, yerlərdə bunlar olanda mənsubiyyət olmasa da, mənsubiyyət yoxdur, olmasa da parçalanmır. Hansı cümlədə ismi birləşmə bütövlükdə cümlə üzvünün ifadə vasitəsi olur? İsmi birləşmə bütövlükdə cümlə üzvü olsun. Çalışan insan məqsədi üçün əziyyəti gözə alır. Nə edir? Gözə alır. Nəyi gözə alır? Əziyyəti. Nə üçün? Məqsədi üçün. Kim insan? Hansı insan? Çalışan. Burada gördünüz, çalışan insanı parçaladıq. Bu getdi. Nizamidən sonra bizə xeyl əsəri qalıb. Xeyl əsəri nə edib qalıb? Nə qalıb əsəri? Nə qədər əsər? Xeyli. Bunu da parçaladıq. Yaşıl meşələr göz oxşadıqca uzanırdı. Burada nə edirdi? Uzanırdı. Necə uzanırdı? Nə uzanırdı? Meşələr. Necə uzandı? Göz oxşadıqca. Hansı meşələr? Yaşıl. Bunu da parçaladıq. Buralarda nadir hallarda düşmən hücum edərdi. Nə edərdi? Ay, bu niyə belə oldu? Nə edərdi? Hücum edərdi. Kim? Düşmən. Nə vaxt, nə zaman? Nadir hallarda. Deməli, ismi birləşmədə nadir hallarda və bütövlükdə cümlə üzvü oldu. Deməli, cavabım D variantı. Köksümdə quş kimi çırpınır ürək. Nə edir? Çırpınır. Nə çırpınır? Ürək. Necə çırpınır? Quş kimi. Burada birləşmə yoxdur. Hansı cümlədə fe'li birləşmə işlənib? Günah səni bura göndərəndədir. Bir dəqiqə. Burada deməli elə adı cavabımız. Səni bura göndərəndə. Səni bura göndərəndədir. Nə günah? Bu bütövlükdə fe'li birləşmədir, yəni fe'l sifət tərkibidir. Dəstək olan mürəkkəb fe'ldir, bu heç. Ağlı başına gələn frazemdir, bu da heç. Kömək edə bilən, bu da mürəkkəb fe'ldir. Oxumaq həvəsi isə əsas tərəfində isim gəldiyinə görə buna ismi birləşmə deməliyik. Hansı mürəkkəb adın yazılışı yanlışdır? Ramana qalasının dırnaqları lazım deyildi. Günü düzdür. Deməli bu. Bu niyə belə olur hər dəfə? Bir dəqiqə. Əlim dəyir ortaya, hər dəfə çıxır. Deməli, 2 düzdür. Ağdam rayon təhsil şöbəsi böyük. 3 səhvdir, 1 səhvdir. Azərbaycan Respublikası prezidenti düzdür. Sonra milli qəhrəman, bu da düzdür. Bu elm xadimi kiçik olur. Aha. Deməli, bunlar da necə olur? Bunlar da kiçik olmalıdır. 5 də ona görə səhvdir. 1, 3, 5 E variantı. Sonra hansı mürəkkəb adların yazılışı yanlışdır deyir. 28 may düzdür. Avropa liseyi düzdür. Qaraqam səhrası düzdür. Favorit mağazası dırnaqda olmalıdır. Hüseyn Cavid dırnaqsız olmalıdır. Üst paleolit dövrü bu kiçik olmalıdır. Demək 2, 4, 6. Hansı mürəkkəb adın yazılışı yanlışdır? Humanitar siyasətləşməsi düzdür. Günü böyük olmalıdır. Şəhidlər xiyabanı düzdür. 7 gözəl dırnaqda olmalıdır. Bizə nə lazımdır? 2 lazımdır, 4 lazımdır. Gəncə şəhər səhiyyə şöbəsi böyük olmalıdır. 5, 2, 4, 5. B variantı.
Müəllim arzusu şəxsiyyət yetişdirmək olan varlıqdır. Müəllim arzusu şəxsiyyət yetişdirmək olan varlıq. Nümunədə deyir işləməyib. Mənsubiyyət şəkil keçiri söz arzusu var. Təhsilli hallı isim şəxsiyyəti yetişdirmək var. Fe'l sifət tərkibi arzusu şəxsiyyət yetişdirmək olan. Bu da var. Düzəltmə isim şəxsiyyət var. Əsas tərəfi mənsubiyyət şəkil keçiri ismi birləşmə. İsmi birləşmə yoxdur burada. Müəllim arzusu ikisi bir yerdə olsaydı deyə bilərdim. Amma burada müəllim varlıqdır. Necə varlıqdır? Arzusu şəxsiyyət yetişdirmək olan. Hansı cümlədə fərqləndirilən hissə söz birləşməsidir? Hər an olanları xatırlar. Nə vaxt, nə zaman, hər an. Başına gələnlər hər an onu təqib edirdi. Nə vaxt, nə zaman, hər an. Bu vaxt gözlənilməyə qonaq girdi. Nə vaxt, bu vaxt. Mən sənə demişdim axı, bu gün gəlməyəcəm. Nə vaxt gəlməyəcəm bu gün? Keçən bu vaxt bizim əleyhimizə işlən. Hansı vaxt? Nə əleyhimizə işləyir? Vaxt. Vaxt əleyhimizədir. Hansı vaxt? Bu vaxt. Deməli, bu parçalandı. Bu ismi birləşmədir. Digərləri mürəkkəb zərflərdir. Bəzi ismi birləşmələrdə əsas tərəfdə mənsubiyyət şəkilçisi işlənməsə, yəli halda olan aslı tərəf cümlədə təyin kimi çıxış edir. Hansı cümlələrdə bu struktur olsa da, aslı tərəf təyin deyil. Bizim uşaqlar sizə gələndə onları yola sal. Nə et yola sal? Kimi onları? Nə vaxt, nə zaman? Bizim uşaqlar sizə gələndə. Deməli, burada baxırıq. Mənsubiyyət yoxdur. Normalda təyin olmalı idi. Amma buradakı tərkib, yəni fe'li bağlama imkan vermir ki, o təyin olsun. Hələ də sizin tərəflərdə, sizin tərəflər söhbəti varsa, tərəf söhbəti varsa təyin ola bilməz. Bizim insanlar gec də olsa burada insanlar kim? Hansı insanlar? Bizim. 3 çıxdı. Dünən sizin tanışlar bunu bəyəndilər. Netdə bəyəndi. Kim bəyəndi? Tanışlar. Hansı tanış? Sizin. Bu da çıxdı. Bizim zamanlarda bu ola bilməz. Tərəflərdə, zamanlarda, yerlərdə, vaxtlarda bunlar parçalanmır. 1, 3, 5, 1, 2, 5 daha doğrusu. Həm fe'l sifət tərkibi, həm də fe'li bağlama tərkibi kimi düşünülə bilən nümunəni müəyyən edin. Bunu işləmişdik tərkiblərdə. Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gəlir. Burada bir şey yoxdur. Fe'l bağlama düşünmək olur. Mövzunu danışanda həyəcan duydum. Bu mən mövzunu danışanda həyəcan duydum. Belə düşünəndə bu danışanda sözü, mövzunu danışanda sözü olur fe'li bağlama. Bir də mövzunu danışanda danışan adamda həyəcan duydum. Elə duranda fe'li sifət tərkibi götürmək olur. Digərlərində yoxdur. Yazıçılıq istəyi birləşməsinin tərkinə aid olan fikirləri müəyyən edin. Aslı tərəfi fe'ldən düzələn. Aslı tərəf budur. Fe'ldən düzələn isimdir. Yazdan, yazı, leksik, yazıçı, leksik, yazıçılıq, leksik. Nədən düzəldi? Yazıçı ismindən düzəldi. Fe'ldən düzəlmədi. Kökü fe'ldir. Əsas tərəfi quruluşca düzəltmədir. İstəməkdən, istək, bir də i. Bəli, əsas tərəfi düzəltmədir. K-yə əvəzlənməsi baş verib, düzdür. Aslı tərəfdə 3 leksik şəkilçi işlənsə də, onlardan yalnız biri sözün quruluşunu dəyişib, bəli, yəni bu düzəltmə sözlərin hamısına aid xüsusiyyətdir ki, yalnız birinci olan dəyişir. Aslı tərəf əsas tərəfdən fərqli olaraq adlı haldadır. Aslı tərəf adlı halda deyil, yəlik haldadır. Qeyri-müəyyən yəlik haldadır. Yalnız əsas tərəfdə mənsubiyyət şəkilçisi işlənib. Bəli. Yalnız budur mənsubiyyət şəkilçisi. 2, 3, 5 evarən. Hansı nümunədə ismi birləşmə işlənib? Qış səhəri soyuqla açılan fəsildir. Açılan sərt fəsildir daha doğrusu. Necə fəsildir? Sərt. Və bu ismi birləşmədir. Sərt fəsil ismi birləşmədir. A-nı götürmək olar. Dərd insanı elə dəyişər ki, özü də tanımaz. Burada yoxdur. Onun oxuduğu bizə sanki çağır. Kitabı ucadan oxu insanlarla. Yox, sənin haqqında işləm. Burada heç bir şey yoxdur. Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Bizim oxumağımız ismi birləşmə, sənin istəyin, bu da ismi birləşmə. Mənsubiyyət şəkilçili məstər işlənən fe'li birləşmə. Fe'li birləşmə yoxdur burada. Bu birləri çıxdım. Aslı tərəfi kökü isimlə homonim olan bu nümunə ismi birləşmədir. Burada
biz sözünü nəzərdə tutur. Biz isimlə omonimdir də. Ona görə içini götürmək olar. Cümlədə mübtəda onda çıxış edə bilər. Hər ikisi eləyə bilər. Üçü də götürdüm. Düz yerindədir. Xəbərin ifadə vasitəsi ola bilməsə də tamamlıqla onda çıxış edə bilər. Niyə olmasın ki, xəbərin ifadə vasitəsi səhvdir? Tərəfləri sintaktik əlaqə baxımından həm əsas, həm də aslı tərəfdir. Bunu 5 hara yazıb? 5-i bura yazıb, amma 5-i bura yazmalı idi. Çünki sintaktik əlaqə baxımından əsas aslı tərəf. Burada həm uzlaşma var, həm idarə var. Uzlaşma əlaqəsi olsa, birinci tərəf, bu tərəf əsas olacaq. İdarə olsa, bu tərəf əsas olacaq. Burada da uzlaşma olanda bura əsas olur. İdarə olanda bura əsas olur. Yəni, deməli, 5 səhv yerdədir, ortada olmalıdır. Əsas tərəfi düzəltmə isimlə ifadə olunan ismi birləşmədir. Bəli, istəməkdən, istək bayaqda dedik bunu, 6-da düzdür, 2-3 6. Onun gənclik illəri nümunəsinə aid olan fikirlərdir. Yəli hallı sözlər ümumilik bildirir. Gənclik illəri, xeyr, bu yox. Burada yəli hal nə vaxt ümumilik bildirir? Qeyri-müəyyən olanda. Burada isə müəyyən yəlik hal var. Sifət yəlik halda işlənib. Sifət yoxdur burada. Adlıq hallı isim qulluqca düzəltmədir. Bəli, adlıq hallı isim budur. İlləri sözü və qulluqca düzəltmədir deyirik. Nə düzəltmə? Sadədir. İldən, illər, illəri, qrammatik şəkilçi. Fərqləndirilmiş sözdəki şəkilçi, mənsubiyyət şəkilçilə omonimdir. Bəli, bu yəlik haldır, mənsubiyyətlə də omonimdir. Düzdür. Düzəltmə isim ümumilik bildirir və yəlik haldadır. Bəli, gənclik qeyri-müəyyən yəlik hal olduğuna görə onun gəncliyinin illəri belə olmalı idi da. Qeyri-müəyyən yəlik halda olduğuna görə ümumilik bildirir və yəlik haldadır. 4-5 variant. Hansı cümlələrdə fe'li birləşmə işlənib? Burnunun ucu göynəmədikcə bu həsrəti dərk edə bilməzsə. Burnunun ucu göynəməyə frazemdir. Bir getdi. Əlinin ağlı başına gələndə. İkini götürə bilərəm. Normalda demək olar ki, bu da ağlı başına gələndə frazemdir. Amma onu fe'li birləşmə edən bu əlinin sözüdür. Yəni, müstəqil mənalı bir söz var deyə, onu biz fe'li birləşməyə götürə bilərik. Tapşırılanları etmək nə? Tapşırılanları etmək. Burada yerinə yetirmək mənasındadır deyə, tapşırılanları etmək müstəqildir. Yəni, mürəkkəb fe'l yaratmayıb, 2-ni 3-ü də götürürəm. Sonra, özün gedərkən çantanı burada qoyubsan, özün qoyubsan. Nə etmirsən qoyubsan? Kim? Özün. Özün mübtədadır. Nə vaxt qoymusan? Gedərkən qoymusan. Görürsünüz, fe'li birləşmə burada yoxdur. Bizim məqsədimiz sizə kömək etməkdir. Bizim məqsədimizdir nə? Sizə kömək etmək, tərkib yaradıb C variantı. Ana məhəbbəti qarşılıqsız olan və saf olan bir varlıqdır. Ana məhəbbəti qarşılıq. Cümləsinin tərkinə aiddir. Fərqləndirilən hissə ismi birləşmədir. Xeyr. İsimdən düzələn sifət işlənib. Qarşılıqsız. Qarşılıqsızı deyir, amma qarşılıqsız olmaq, saf olmaq, bunlar nədir? Fe'llərdir. Ona görə 1-2-ni çıxdım. Birinci və dördüncü sözlər bir-birlə məna və qrammatik cəhətdən bağlıdır. Bəli, ana varlıqdır. Mübtəda xəbər bir-birlə bağlıdır. İkinci sözdə hal şəkilçisi ilə omonim şəkilçi işlənib. Bəli, ana məhəbbəti, yəni onun məhəbbəti qarşılıqsız olan. Bu mənsubiyyət şəkilçisidir hazırda, hal şəkilçisi ilə də omonimdir. Aslı tərəfi qeyri-müəyyən yəlik halda olan ismi birləşmə mübtədadır. Ondadır. Burada belə bir ismi birləşmə yoxdur. Ağıllı adam ağlından istifadə edər. Daha ağıllı adam başqalarının ağlından istifadə edər. Təhnə aid olan fikirlər hansılardır? Söz birləşmələrinin hamısının əsas tərəfi isimlə ifadə olunub. Burada söz birləşmələri hansıdır? Ağıllı adam, daha ağıllı adam, başqalarının ağlı və s. Burada başqası yoxdur. Deməli, bunlar da ağlı adam, bunlar hamısı isimlərdir. Biri götürdüm. Söz birləşmələrinin hamısı cümlə üzvlərinin ifadə vasitəsidir deyir. Nə edər? İstifadə edər. Nədən? Ağlından. Kim? Adam. Hansı adam? Ağıllı adam. Görürsünüz, bu parçalanır da. Parçalanırsa mən artıq ona deyə bilmərəm ki, söz birləşməsi cümlə üzvünün ifadə vasitəsidir. Ona görə 2-ni çıxdım. Söz birləşmələrinin hamısının aslı tərəfi sifətlə ifadə olunub. Ağıllı sifətdir.
başqa sifətdir. 3 düzdür. Fərqləndirilən birləşmədə yalnız cəm və hal şəkilçiləri işlənib. Fərqləndirilən birləşmə hansıdır? Hə, bu. Niyə bəs mənsubiyyəti hara getdi? Ona görə bu da səhvdir. Gərginlik artıran söz birləşməsinin tərəflərinin təhlilinə aiddir. Əsas tərəfin kökü asıl tərəfdən fərqli olaraq qulluqca düzəltmə olan feildir. Burada artmaqdan, artırmaq, an da belə. Sonra gərməkdən, gərginlik, bu da belə. Hər iki tərəf qulluqca düzəltmədir. İkinci tərəfi feildən düzələn sifətdir. İkinci tərəf feildən düzələn sifət deyil, bu feil sifətdir. Sifət deyil. Aslı tərəfin kökü gərilmiş sözü ilə eyni köklü deyil. Kök 6 səsdən ibarətdir. Kök 6 səsdən ibarət deyil. Kök gər sözündən ibarətdir. Hər ikisinin tərkibində 2 şəkilçi var. Hər ikisinin tərkibində bəli 2 şəkilçi var. Bu düzdür. Aslı tərəf yəli halda olan isimdir. Gərginliyi artıran, təsirli halda olan isimdir. Söz birləşməsinin növü ilə bağlı məntiqi ardıcıllıq. Mənim yazdığım, sənin gördüyün, bu dığım olanlar feili birləşmədir. Deməli, bizə nə lazımdır? Feili birləşmə. Onun baxmağı ismidir. Oxuyan şagird ismidir. Neft fontanı ismidir. Mətndəki sözlərin ismidir. Yaxşı oxumaq feilidir. Cədvəldəki uyğunluğu müəyyən edin. Asıl tərəfi düzəltmə sözlə ifadə olunan ismi birləşmə lazımdır bizə. Qazandırdığı feili birləşmədir. Sonra tərk etmək sözün kökü tərcitdir. Sadədir. Yaşamağı götürə bilərəm. Yaşdan yaşa. 3-ü həm də ismi birləşmədir. Əsas tərəfi düzəltmə sözlə ifadə olunan feili birləşmədir. Qana qaralmaq frazemdir. Bunu çıxdım. Evdə yatızdırmaq. Yatdan yatızdır. Sonra itdən itirmək. A5-dən 6-nı götürə bilərəm. B variantı. Cədvələ əsasən bütün doğru fikirləri seçin. Əgər cümlədə feili birləşmə işlənibsə, əminliklə demək olar. Ən azı bir sintaktiv vahid qulluqca mürəkkəbdir. Qulluqca mürəkkəbdir, bəli. Yəni, bu feili birləşmə nəyinsə, feili birləşmə parçalanmır. Hansısa cümlə üzvü olacaq, o da mürəkkəb olacaq. Əsas tərəfi xəbərli şəxsi qəbul etməyən söz birləşməsi var. Yox, bu deyə bilmərəm. Feil, məsələn, məsdər tərkibi olsa, yaxud feil sifət tərkibi olsa, o xəbərli şəxsini qəbul edəcək. Əminliklə demək olmaz. Ən azı 2 feil işlənmişdir. Bunu demək olmaz. Leksik mənası olan ən az 2 söz var. Bəli, bu əminliklə deyə biləcəyim bir fikirdir. Ona görə bu çıxdı 1-3. Cavab D variantı olar. Hansı cümlələrdə ismi birləşmə olub olmadığını əminliklə demək olur? Hakim qadın ilə danışanda onun gəlməyi, burada ismi birləşmə var. Yəni, əminliklə demək olur ki, var. Dekan məsləhətçi gəlməmiş, yeni söhbət burada da var. Köhnə ev var. Bu sənədlər var. Hər tərəf bu da var. Yəni, hamısında ismi birləşmə var. Bütün uyğun məqamları müəyyən edin. Vətən uğrunda döyüşən hər kəsə bu xalq borcludur. Cümlədə feili birləşmə daxilində ismi birləşmə var. Burada feili birləşmə vətən uğrunda döyüşən bu hissədir. Amma onda ismi birləşmə yoxdur. Çünki vətən uğrunda sözü qoşmadır. Birləşmə yarada bilməz. Bir səhv fikirdir. Bu gün çox maraqlı hadisə olmuş. Cümlədə mürəkkəb söz və 2 ismi birləşmə var. Burada birləşmə yoxdur. Çox ədatdır. Çox ədatdır. Birləşmə yarada bilməz. 2 səhvdir. Mürəkkəb söz var bugün. Bir dənə. Vəssalam. Cümlədəki söz birləşməsinin sayını dəqiq demək olmur. Sakit okeanda gözləmədiyi hadisə ilə qarşılaşdı. Sakit sözünü adam adı düşünsəm, burada birləşmə olmayacaq. Yox, gözləmədiyi hadisə bir dənə olacaq. Əgər mən sakit okeanın adı kimi düşünsəm, 2 dənə sakit okean, 2 dənə birləşmə olacaq. Deməli, əminliklə demək olmur deyir, düz deyir. Sonra cümlədə feili birləşmənin asıl tərəfi feili bağlama tərkibidir. Nə deyir? Cümlədə feili birləşmə. Uşaqlar onu gözləmədən çıxıb getdilər. Çıxıb getdilər mürəkkəb feildir bu heç. Kim getdi? Uşaqlar. Necə getdi? Onu gözləmədən. Feili birləşmənin aslı tərəfi feili bağlama tərkibidir deyir.
Belə şey yoxdur burada. Aslı tərəf onu əvəzləyir. Sonra cümlədəki söz birləşməsinin aslı tərəfi sönməz işi birləşmə aslı tərəfi ilə eyni nitq hissəsidir. Ürəyə yatan fəsil. Ürəyə yatan sifətdir, sönməz sifətdir. Deməli, hər ikisi eyni nitq hissəsidir. Cavab olar E variantı. Bütün doğru fikirləri müəyyən edin. Nə deyir bu? Qabilin əvəzinə işarələnən hissə söz birləşməsi deyil. Bəli, qoşmadır. Söz birləşməsi deyil. Cümləsini fərqləndirilən hissə fe'li birləşmədir. Zakirin kitablarını oxumaq. Bəli. Fe'li birləşmədir. Çünki bu oxumaq heç bir mənsub şəkilçisi filan qəbul etməyib, heç bir gəlik halla bağlı deyil və s. İsmin 4 kateqoriyası da uzlaşma əlaqəsinin göstəricisi ola bilər. İsmin kateqoriyaları hal, mənsubiyyət, cəm, xəbərlikdir. Orada da uzlaşmanın göstəriciləri xəbərli şəkilçiləri ilə mənsub şəkilçilərdə. Hal şəkilçisi məsələn idarənin göstəricisidir. 3 səhv fikirdir. Tərkibində 4 söz olan fe'li birləşmə mütləq qulluqca mürəkkəb olacaq. Xeyr, bu səhvdir. Məsələn, dərk edə bilmək. Dərk edə bilmək. 3 dənə birləşmə oldu, 3 dənə söz oldu. Amma birləşmə deyil, sadəcə mürəkkəb sözdür. Bunun qarşısına hisslərini yazsam 4 dənə söz olacaq, amma yenə də sadə olacaq. Deməli 4 səhv fikirdir. İsa bulağı mürəkkəb ad olduğu üçün ismi birləşmə hesab olunmur. Bu da səhv fikirdir. Bunun cavabı bu elə söz birləşməsidir. Mürəkkəb ad söz birləşməsi şəklində olur onsuz. Hansı nümunələrdə altından xətt çəkilən söz cümlədəki fe'li birləşməyə daxil deyil? Bu məktəbdə oxuyan şagirdlər. Hansı şagirdlər? Bu məktəbdə oxuyan. Bu daxildir. Qadir dünən bizim şirkətimizdə işləmək üçün müraciət etmişdir. Nə etmiş müraciət? Kim? Qadir. Bu daxil deyil. İçini götürdüm. Nadir ilkinin bacarına heyran qalırdı. Nə edirdi? Heyran qalırdı. Kim? Nadir. Üçü də götürdüm. Uşaq əllərini anasına uzadaraq onu qucaqlamasını arzulayırdı. Nə edirdi? Arzularını. Kimi arzulayırdı? Uşaq. Bu da mübtədadır. Bəzən babam sağ olanda biz də şəhərə gedərdik. Nə edərdik? Gedərdik. Nə vaxt gedərdik? Bəzən gedərdik. Babam sağ olanda gedərdik. Bu ayrı-ayrıdır. Çünki bunu bura daxil eləndə bəzən babam sağ olanda. Yəni bu babası bəzən sağ ola bilməzlər. Ya sağdır ya deyil. Amma indi nədə səhv elədik onu tapaq. Fe'li birləşməyə daxil deyil deyir. Fe'li birləşməyə. 3-də bax səhv eləmişik. Nadir ilkinin bacarığına heyran qalırdı. Burada fe'li birləşmə yoxdur. İlkinin bacarığı ismi birləşmədir. Ona görə cavab olar E variantı. Hansı tipə uyğun söz birləşməsi qurmaq mümkün deyil? Aslı tərəfi qrammatik şəkilçi qəbul edən. Qeyri-müəyyənli halda olan sadə ismi birləşmə. Məsələn, atalar sözü. Bu oldu. Aslı tərəfi təsirli hallı sözlə ifadə olunan ismi birləşmə. Təbiəti müşahidə oldu. Əsas və aslı tərəfi fe'llə ifadə olunan fe'li birləşmə. Gələndə qarşılaşmaq oldu. Tərkibi yalnız fe'llərdən ibarət olan ismi birləşmə. Tərkibi yalnız fe'llərdən ibarət olan. Bunu düşünün. Məsələn, gələnin oxumağı. Yeni gələnin oxumağı oldu. Deyirəm, yeni gələn oxumağı məni qane etmir və yaxud edir. Kim? Kimin? Gələnin oxumağı olur. Aslı tərəfi qoşmalı təsirli hallı sözlə. Qoşmalı təsirli hal mümkün deyil də. Çünki təsirli hal qoşma ilə işlənə bilməz. Hansı variantda fərqləndirilən söz çıxarsaq, altından xətt çəkilən söz birləşməsinin növü dəyişər. Deməli, bu fe'li birləşmədir. Çünki əsas tərəfində məstər var. Hakimin sözünü çıxart, yenə də fe'li birləşmədir. Onun övladları üçün etdikləri fe'li birləşmədir. Onun çıxart, yenə fe'li birləşmədir. Sənin evə bir neçə saat gec gəlməyin. Bu indi ismi birləşmədir. Sənin gəlməyin. Əlaqələnib, yəlik, hal, mənsubiyyət, əlaqələnib, ismi birləşmədir. Sənini çıxartsam, artıq əlaqələnəcəyi bir şey yoxdur deyə olacaq fe'li birləşmə. Mənim yeni və qazanclı işim, mənim çıxart, yenə də ismi birləşmədir. Mənim xəyal etdiklərim fe'li birləşmədir. Mənimi çıxart, yenə də fe'li birləşmədir.
Nümunə əsasında cədvəldəki uyğunluğu tapın. Tərcitdiyim adətim, ləngiməyin nəticəsi. Bu nədir? Tərcitməkdir. Tərcitmək, ləngdən ləngimək. Ortaq cəhəti. Söz birləşməsinin aslı tərəfi quruluşca düzəltmə olan feildə ortaq olmadır. Aslı tərəfində feili bağlama işlənməyən ismi birləşmədir. Bəli, ortaq cəhətdir. Heç birisində feili bağlama yoxdur. Feil sifət var. Bu da ləngiməyin nəticəsi məsdər var. Aslı tərəfi sifətdən düzələn feillə ifadə olunub. 3-ü götürə bilərəm. Ləng sifətindən ləngimək yaranıb. Fərqli cəhətdir. Aslı tərəfi izah edici roldadır. Burada var. Burada tərcitdiyim adətim sözündə normalda mənim tərcitdiyim adətim olmalı idi da. Bu müstəqil olar. Tərcitdiyim leksik nədir? Təyin olar cümlədə. Amma bu parçalanmaz. Çünki yəli kal mənsubiyyət var. 4-ü götürmək olar. Aslı tərəfi feildən düzəlib. Feilli sifətdir. Feil sifət deyil. Feil sifət budur. O da sadə sözdür. 5 səhv fikirdir. Məsdər idi o, ləngimək sözü. Xəyal insan yaradıcılığının müqəddiməsi, yaradıcı aktın başlanğıcıdır. Cümləsi üçün hansı doğru fikirlər? Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq. İstədiyimizə nail nəysə. Bunun üçün də yanlışdır. Yəli halı sözlərdən biri nə sualına cavab verir? Deməli, qeyri-müəyyən yəli kal lazımdır bizə. İnsan bu. İnsanın yaradıcılığı qeyri-müəyyən yəli halda nə sualına cavab verir? Bunun üçün doğrudur. Burada istədiyimizə nail olmaq üçün onun kimi səbirli olun. Burada yoxdur. Bunun üçün yanlışdır. Deməli, biri götürə bilərəm. Altından xətt çəkilən hissə söz birləşməsidir. Xoşbəxt ola bilmək feildir. Bunun üçün yanlışdır. Bunun üçünsə insan yaradıcılığı söz birləşməsi doğrudur. Biri 2-ni götürdüm. Cavab A oldu. Davamına baxaq. Tünd rənglə fərqləndirilən hissə müstəqil şəkildə cümlə üzvü rolunda olan söz birləşməsidir. İstədiyimizə nail olmaq üçün isə onun kimi səbirli olmalıyıq deyir. Nə etməliyik? Səbirli olmalıyıq. Necə? Onun kimi. Nə üçün? İstədiyimizə nail olmaq üçün. Nail olmaq üçün. Cümlə üzvü rolunda olan söz birləşməsidir. Burada isə nədir? Aktın başlanğıcıdır. Hansı aktın? Yaradıcı. Bu parçalandı. Deməli, 3 səhv fikirdir. 3 bunun üçün yanlış oldu. Tünd rənglə fərqləndirilən söz birləşməsinin tərkibində yaradıcı aktın məsələn tərkibində həm sadə olan, həm də sadə olmayan söz tapmaq mümkündür. Yaradıcı aktda bu düzəltmədir, bu da sadədir. İstədiyimizə nail olmaqda bu sadədir, bu da düzəltmədir. Bu deməli hər ikisi üçün doğru oldu bu 4, ona görə çıxdı. Sonra hansı söz birləşməsinin birinci tərəfinə əsasən demək olar ki, mənsubiyyət şəkilçi qəbul edən sözlə əlaqələnmiş yəli halda olan söz müəyyən yəli halda işlənməyə də bilər. Yəni, müəyyən yəli hala çevirə bilmərik deyir. O da hansı halda olur? Birinci aslı tərəf xüsusi isimlə ifadə olunanda. Məsələn, culfa düzənliyi, culfanın düzənliyi deyə bilməliyəm. Digərlərini deyə bilərik. Sonra söz birləşmələri ilə bağlı uyğunsuzluq əmələ gətirən fikirləri müəyyən edin. Feili birləşmənin aslı tərəfində ismi birləşmə işlənə bilməz. Niyə? Məsələn, maraqlı kitabı oxuyanda maraqlı kitab ismi birləşmədir, feili birləşmənin aslı tərəfində işləndi. Deməli, bir yanlış fikirdir, qarşısına yanlış yazılıb, amma uyğunsuzluq yaratmayıb. Ona görə 1 çıxdı. Artıq ay daha sözləri birləşmənin aslı tərəfi kimi işlənə də bilər, işlənməyə də bilər. Daha sözü həmişə ədatdır. Yəni, bunun heç leksik mənasının yoxdur. Ay sözü nida, artıq sözü ədat olanda işlənməyəcək. Amma leksik mənalı söz olanda, məsələn, isim olanda, sifət olanda işlənəcək. Daha sözün isə elə bir şansı yoxdur. Bu demək yanlış fikirdir. Qarşısına doğru yazıb, uyğunsuzluq yaradıb 2 götürdüm. Akifin yeni göndərdiyi birləşməsindən ilk söz çıxarılsa, söz birləşməsinin növü dəyişməz. Bəli, doğru fikirdir. Çünki bu feili birləşmədir həmişə.
Akifi çıxartsan da yenə fe'li birləşmədir. Doğrudur, qarşısına da doğru yazıb 3 çıxdı. Sizin üçün çalışması ası tərəfi yəlik halı əvəzlik işlənən ismi birləşmədir. Ası tərəfində yəlik halı əvəzlik yoxdur burada. İsmi sizin üçün onun çalışması olmalı idi bu. Sabah yeni kitab alacağam cümləsində söz birləşməsi cümlə üzrə ifadə vasitəsidir. Nə edəcəm? Alacağam. Nə alacağam? Kitab. Kitabı. Nəyi alacağam? Kitabı. Tamamlıq. Hansı kitabı? Yeni. Deməli, bu cümlə üzrə ifadə vasitəsidir deyir. Bu yanlış fikirdir. Qarşısına da yanlış yazıb 5'i götürmürəm. Burada 4'ü götürdüm. Bir də 2'ni götürdüm. B variantı. Bu 4'də sizin üçün çalışması, yəlik halı əvəzi işlənir. Bu sizin çalışması buna aid deyil də. Bunun yəlik halı buraxılıb. Onun olmalı. Sizin üçün onun çalışması olmalıydı. Aşağıdakı nümunələrə əsasən cədvəldən uyğun fikirlərin onun arzusu savadlı müəllim olmaqdır. Onun arzusu nədir? Savadlı müəllim olmaqdır. Bunları düşünəndən sonra razılaşdı. Nə etdi? Razılaşdı. Nə vaxt? Bunları düşünəndən sonra. Nə etdilər? Zəng etdilər. Gəzirdik. Haranı? Haranı? Kəndin aşağısını. Yalnız bir cümləyə aid olan fikirdir. Fe'li bağlama tərkibi var. Fe'li bağlama tərkibi heç birində yoxdur. Düşünəndən sonra fe'l sifət tərkibidir. Bir çıxdı. Zərf ismi birləşmənin əsas tərəfi kimi işlənib. Aşağısı sözüdür. Bəli, ismi birləşmənin əsas tərəfi kimi işlənib. Hər üç cümləyə aid olan fikirdir. İsmi birləşmə cümlə üzrə ifadə vasitəsidir. Burada ismi birləşmə yoxdur axı. Hər üç cümləyə aid olmadı. Fe'li bağlama tərkibi işlənməyib. Bəli, hər üç cümləyə aiddir. Heç birinə aid olmayan fikirdir. Məsdər işləndiyi nümunədə tərkibi yaradıb. Bura aiddir. Yəni, heç birinə aid deyil deyə bilmərəm. Ona görə cavab 2. Uyğunluğu müəyyən edin. Məsdər tərkibi işləmir. Onlar dəstək ola bilməyənləri aparsınlar. Nə etsinlər? Aparsınlar. Kimi? Kim aparsın? Onlar. Dəstək ola bilməyən bu mürəkkəb fe'ldir. Bunu, yəni birləşmə deyil. A-nı hər tərəfdən çıxıram. Cavab qaldı deyil. Bu niyə belə asan oldu? Baxaq, Azərin dərs oxumağı bizi təəccübləndirdi. Azərin oxumağı ismi birləşmədir. B-ni də çıxmalıyam. Xəstə cana gələndə sağalmağı da sürətlənir. Nə vaxt, nə zaman? Xəstə cana gələndə. Bu fe'li bağlamadır. Burada müstəqil mənalı, leksik mənalı daha doğrusu müstəqil söz var deyə ona fe'li bağlama tərkibi deyə bilərəm. Kənddə olmaq arzusu yoxdursa, kənddə olmaq mürəkkəb fe'l deyil, kənddə yaşamaq mənasındadır. Bu məsdər tərkibidir. Bəziləri elm uğrunda canını fəda edənlərdir. Kimdir? Elm uğrunda canını fəda edənlər fe'l sifət tərkibidir. Bu da bura gedir. Ağlı başına gələndə bu frazemdir. Qarşısında da görürsünüz heç bir söz gəlməyibdir. Elə frazem olaraq da qalıb. Düz demişik, onda deyil. Qoşma işlənməsə ismi birləşmə kimi qalan nümunələri müəyyən edin. Qoşma işlənməsə ismi birləşmə kimi. Evə tərəf gedən ismi birləşmə deyil. Sənə görə aldığım ismi birləşmə deyil. Sənin üçün oxumağın. Qoşmanı çıxdım, sənin oxumağın yenə ismi birləşmə oldu. Onun üçün kitabı əzizdir. Qoşmanı çıxdım, onun kitabı əzizdir. Olur, deməli 4 E variantı. Düşüncə qabiliyyətini öldürən ən böyük düşmən pis vərdişdir. Nədir? Vərdişdir. Necə vərdişdir? Pis. Nə? Düşüncə qabiliyyəti. Nə? Düşmən. Necə düşmən? Ən böyük düşüncə qabiliyyətini öldürən. Altından xətt çəkilən hissə hər iki tərəfi eyni qrammatik mənalı ismi birləşmədir. Xeyr, eyni qrammatik mənalı deyil. Bu sifətdir, bu isimdir. Az səhvdir. Nə sualına cavab verən, adlı halda olmayan sadə söz ismi birləşmənin aslı tərəfidir. Nə sualına cavab verən söz düşüncədir. Çünki qeyri-müəyyən gəlik haldır. Adlı halda da deyil, düzdür. Amma sadə söz deyil.
düşünən, düşüncə. B səhvdir. Tünd qara rəngli söz çıxarılsa, söz birləşməsi ilə ifadə olunan cümlə üzvləri sayı azalacaq. Bu səhv fikirdir. Çünki bu görürsüz parçalamışam da. Parçalamışamsa bu o demək deyil ki, bu söz birləşməsi ilə ifadə olunan cümlə üzvüdür. Ona görə çıxdı. Söz birləşmələrindən yalnız fe'l sifət tərkibi cümlə üzvünün ifadə vasitəsidir. Bəli, doğrudur. Çünki bunu da parçaladım, bunu da parçaladım. Parçalandımsa artıq cümlə üzvünün ifadə vasitəsi söz olur. Söz birləşməsi yox. Kökü sifət olan isim. Kökü sifət olan isim. Qabil sözündən. Aha. Söz birləşməsinin əsas tərəfidir. Bəli. Tamamlığın ifadə vasitəsi. Xeyr, tamamlığın ifadə vasitəsi deyil. Tamamlığın ifadə vasitəsi yoxdur. Ümumiyyətlə burada tamamlıq yoxdur. Verilən fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Bizim tərəflər nümunəsi birlikdə cümlə üzvünün ifadə vasitəsi kimi çıxış edə bilir. Bəli, bu parçalanmır. Doğru fikirdir. Dərsi bilməyənlər mürəkkəb fe'l deyil. Bəli, fe'l sifət tərkibidir. Bəli. Çünki burada dərsi bilmək, öyrənmək mənasında bilməkdən söhbət gedir. Külək əsdikcə buralara sərinlik gətirir cümləsində fe'li bağlama tərkibi işlənib. Nə edirdi? Gətirirdi. Nə gətirirdi? Külək. Nəyi gətirirdi? Sərinliyi. Haralara? Buralara. Nə vaxt, nə zaman? Əsdikcə. Burada fe'li bağlama tərkibi yoxdur. Kursa çatmağıma az qalmış geri çağırırlar cümləsində fe'l sifət tərkibi işlənib. Nə etdilər? Çağırdılar. Haraya? Geriyə. Nə vaxt, nə zaman? Kursa çatmağıma az qalmış. Bu fe'l sifət tərkibi yox, fe'li bağlama tərkibidir. Onun dığdığı başımızı şişirdi. Onun dığdığı. Bu ismi birləşmədir. Doğrudur. Sonra üzr istəyirəm. Kəndin baş bilənləri sizin üçün kitablarınızı ayırıb, onları göndərməyi isə mənə tapşırıblar. Cümləsi ilə bağlı doğru fikri müəyyən edin. Yerli hallı isim fe'li birləşmənin aslı tərəfidir deyir. Varmı belə bir şey? Burada onları göndərməyidir. Onları göndərməyi fe'li birləşmədir və onun da tərəfi, aslı tərəfi təslik halda olan bir sözdür. İsim də deyil, hətta əvəzlikdir. Məsdər tərkibinin əsas tərəfində mənsubiyyət şəkilçi işlənib. Xeyr. Məsdər tərkibi budur. Onları göndərməyi. Nümunədə orada da hal şəkilçisi var. Nümunədə bir ismi, bir fe'li birləşmə işlənib. Kəndin baş bilənləri ismi birləşmədir. Onları göndərməyə fe'li birləşmədir. Bunu saxlayaq baxa. Fe'li birləşmə mübtədanın ifadə vasitəsidir. Nə ediblər? Tapşırıblar. Nəyi tapşırıblar? Onları göndərmək tamamlıqdır. Yerli hallı əvəzliyi ismi birləşmənin aslı tərəfidir. Xeyr. Burada sizin üçün kitablarınızı, sizin üçün kitablarınızı, sizin kitablarınız olmalıydı, yaxud öz kitablarınızı olmalıydı ki, bu ismi birləşmə yarada və onun tərəfi gəlli kallı söz olur. Demək, E-də səhvdir, C-ni götürdük. Hansı suala cavab verən cümlə üzvü fe'li birləşməli ifadə oluna bilməz. Nə etdi sualına? Əgər fe'li birləşmə cümlənin xəbəridirsə, o mütləq ismi xəbər olacaq və nə etdi sualına cavab verməyəcək. Hansı fikir yalnız cədvəlin bir xanasına yazıla bilər? İsmi birləşmə, fe'li birləşmə. Yönlük halda olan söz bu birləşmənin aslı tərəfində işlənə bilər. Bu hər yerdə işlənə bilər. Burada da. Buna nümunə deyim. Məsələn, şəhərə gələn fe'li birləşmə, anaya məhəbbət ismi birləşmə. Yazmağın sözü bu cür birləşmələrdə həm əsas, həm də aslı tərəf kimi işlənir. Məsələn, sənin yazmağın ismi birləşmə, yazmağın faydaları, yenə ismi birləşmə və onun həm əsas tərəfi oldu, həm də aslı tərəfi oldu. Fe'li birləşmədə də olar. Məsələn, çox yazmağın. Onun qarşısındakı yerli kallı sözü atanda olur onsuz fe'li birləşmə. Gedənlərin dərdi uşağı evə gətirməkdir cümləsində ona aid nümunə yoxdur. Gedənlərin dərdi ismi birləşmədir. Uşağı evə gətirmək, bu da fe'li birləşmədir. Yəni ikisində də var maşallah. Sonra göndərdiyi kitablar bu birləşməyə aiddir. Birlikdə cümlə üzrə ifadə vasitəsi olur. Göndərdiyi kitablar ismi birləşmədir, amma cümlə üzrə birlikdə olmur da. Kitablar, hansı kitablar göndərdiyi bu parçalanır.
Onun əvəzinə çalışmağın gərəklidir cümləsində işlənmişdi. Nədir? Bir dəqiqə. Burada onun əvəzinə çalışmaq. Nədir gərəklidir? Nə gərəklidir? Onun əvəzinə çalışmağın. Burada bu fe'li birləşmədir artıq. Çünki onun sözü çalışmağın sözü ilə əlaqələnmir. Sənin çalışmağından söhbət gedir. Onun əvəzinə sənin çalışmaq. Deməli, bu nədir? Fe'li birləşmədir. Cavabın olar E variantı. Fərqləndirilən hissənin ismi birləşmə kimi çıxış etmədiyi cümlələrin sayını müəyyən edin. Mərkəzdəki kitab mağazası ismi birləşmədir. Ana məhəbbəti qarşılıqsız olan varlıqdır. İş adamı cavan saxlayar. Yaz səhəri maraqla açılan, yaz səhəri maraqla açılan 4. Gəzdiyim yerlər sizinlə paylaşmam. Bu ismi birləşmədir. 2, 3, 4, 3 dənəsi C variantı. Hansı cümlədəki ismi birləşmənin tərəfləri sintaktik təhlil zamanı parçalanmır? Yox, parçalanır. Görək ki, düz oxudum. Hər tərəf parçalanmır. Bu birlikdə olur. Nə edir? Dayaq axtarır. Pis gündə bu da parçalanmır. Uzun müddət xaricdə yaşamış. Uzun müddət bu da parçalanmır. Nadir hallarda parçalanmır. Nədirlər? Gəlməlidirlər. Kim şagirdlər? Hansı şagirdlər? Əlaçı E variantı. Sözlərdən biri həm ismi, həm də fe'li birləşmənin əsas tərəfi ola bilər. Göndərdiyi sözü fe'li birləşmənin daha doğrusu ismi birləşmənin əsas tərəfi ola bilməz. Göndərdiyi. Bu yalnız fe'li birləşmənin tərəfi ola bilər. Aşağı sözü fe'li birləşmənin əsas tərəfi ola bilməz. Baxmalıdır, bu cümlədir, heç birinin tərəfi ola bilməz. Qaçaraq zərf düşünsək, fe'li birləşmənin tərəfi olmayacaq. Fe'li bağlama düşünsəm, ismi birləşmənin tərəfi olmayacaq. Ona görə bu getdi. Məsdəri götürmək olar. Məsdər Allah vermişdi. Hər tərəfdə tərəf ola bilər. Cümlələrdən birində bütün üzvlər fe'li birləşmələ ifadə olunub. Bizim məqsədimiz müstəqilliyimiz uğrunda mübarizə aparmaqdır. Nədir? Bizim məqsədimiz bu mübtədadır. Nə? Müstəqilliyimiz uğrunda mübarizə aparmaq. Bu çıxdı. Çünki bu ismi birləşməli ifadə olundu mübtəda. Bizə lazımdır fe'li birləşmə. Sözləri yaxşı yadda saxlamaq üçün gərək dəqiq dinləyəsən. Nə edəsən? Dinləyəsən. Bu artıq olmadı. Söz oldu xəbər. Yaxşı məhsul qazanmaq üçün əkilən yerə yaxşı qulluq etmək gərəklidir. Nədir? Gərəklidir. Bu da çıxdı. Yenəcə əkilmiş ağacları sulamaq onların əsas işi olmuşdu. Nə etmişdi? Onların əsas işi olmuşdu. Bu birləşmə deyil. Fe'li birləşmə deyil. Xainlik edib dostlara xəyanət etmək bizim kimi igidlərə yaraşan deyil. Nədir? Bizim kimi igidlərə yaraşan deyil. Nə? Bura qədər də mübtədadır. Deməli, hər ikisi fe'li birləşmələ ifadə olundu. Kölgədə bitən ağacın kölgəsi olmaz cümləsi ilə bağlı uyğun fikirlər. Nə etmək olmaz? Burada müstəqildir. Nə olmaz ağacın kölgəsi? Hansı ağacın kölgədə bitən? Tünd qara hərflərlə verilən hissə fe'li xəbərlə bağlıdır. Xeyr, fe'li xəbərlə bağlı deyil də, o mübtədanın təyinidir. İsmi birləşmənin aslı tərəfindəki yəli halda olan söz omonimdir. Ağac sözü necə omonim oldu? Altından xətt çəkilən hissə mübtəda rolunda olan ismi birləşmədir. Bəli, ağacın kölgəsi. Nümunədə yalnız 2 cümlə üzvü var. Bunu təzə versiyada düzəldiblər, 3 eləyiblər, elə doğrusu da odur. 3 cümlə üzvü var, altından xətt çəkilən hissə xəbərin tərkib hissəsi deyil. Fikir belə olanda, yəni 3 cümlə üzvü olanda düz olur. Qarşısına da yanlış yazıb deyə onu götürə bilmirəm. Təyin rolunda olan, yəni amma indiki halda, yəni 2 cümlə üzvü, indiki halda yanlışdır. Gərək mən D-ni də götürəydim. Təyin rolunda olan birləşmənin aslı və əsas tərəfi omonim sözlərdən ibarət deyil. Yox, əsas tərəfi bitən sözü omonim sözdür. Məsələn, saça düşən bir də bitmək fe'li mənasında. Yanlışdır bu fikir. Deməli, edə getdi. Sonra, klaster əsasən doğru cavabı müəyyən edin. İsimlər işlənən cümlədir. Bunu yerinə qoyaq, baxaq. Məsələn, 1-ə nə yazaq? 1-ə
C yazaq əvvəlcə. C. Yazmalıyıq B. B hanı? İsmi birləşmə işlənməyən cümlədir. Deyir ki, qonşu paxıl olmasa kim qonşu? Bağ çəpəri neylər? Neylər? Nəyi çəpəri? Nə bağ? Bəli, ismi birləşmə olmayan cümlədir. Düzdür B. F-ə baxaq. Qeyri-müəyyənlik halda olan isim yoxdur. Bu da düzdür. A-nı götürüm. İndi digərlərinə baxım. 1-ə C yazsam, 2-ə F-ə baxdım, C-yə baxmalıyam. Cümlə üzvlərindən biri söz birləşməsi ifadə olunub. Xeyr, heç birisi olunmayıb. E-ni çıxdım. Sonra 1-ə C, D yazsam, daha doğrusu 2-yə E yazmalıyam. İsmi birləşmənin tərəfləri ayrıqda cümlə üzvü. İsmi birləşmə yoxdur. Bura C yazsam, bura E yaza bilmərəm. İndi D-yə baxaq. Bu E müzeyi xatırladırdı. Nə edirdi? Xatırladırdı. Nəyi xatırladırdı? Muzeyi. Nə ev? Hansı ev? Bu ev. Burada ismi birləşmə var. Bu ev. İndi deyir ki, 1-ə A. Yəlik halda olan isim. Homonimlik olmayan. Burada yəlik halda isim yoxdur. A çıxdı. E-yə baxım. İsmi birləşmənin tərəfləri ayrıqda cümlə üzvü ifadə vasitəsidir. Bu düzdür. C-yə baxım. Cümlə üzvlərindən biri söz birləşməsi ifadə olunub. Xeyr, heç biri olunmayıb. Bu çıxdı. Hansı sözlər söz birləşməsinin aslı tərəfi kimi işlənə də bilər, işlənməyə də bilər. Bu məhz sözünü, məhsi, bir də niyə götürürəm? 5-i, bir də 3-ü çıxmalıyıq. Çünki bunlar yalnız köməkçi nitq hissəsi olur da. Onların homonimi, əsas nitq hissəsi ilə homonimli yoxdur. 5 ilə 3-ü çıxanda cavabım qalır 1, 2, 4. Vay nida ola da bilər, olmaya da bilər. Necə ədat ola da bilər, olmaya da bilər. Yalnız eləcə də ədat ola da bilər, olmaya da bilər. Ona görə götürə bilərəm. Bunların əsas nitq hissəsi ilə homonimliyin işlətsək, tərəf ola bilər. Digər halda ola bilməz. Nümunə ilə bağlı fikirlərdən heç birinin doğru olmadığı variantı müəyyən edin. Evi kəndin aşağısında olan dostumu axtarırdı. Nə edirdi? Axtarırdı. Kimi? Dostumu. Bunu belə düşünmək olar. Hansı dostumu? Evi kəndin ayağında olan. Bir belə. Bir də nə edirdi? Axtarırdı. Kimi? Dostumu. Kimi axtarırdı? Evi kəndin ayağında olan. Yəni, iki cür düşünmək olar. Mürəkkəb feil söz birləşməsinin əsas tərəfi kimi işlənib. Burada mürəkkəb feil yoxdur. Olan bu müstəqil mənasındadır. Mövcud olmaq mənası. Bu səhvdir. Təsirlik halda olan isimlərdən biri feili birləşmə daxilindədir. Burada təsirli hal nədir ki, hansıdır? Bu evi mənsubiyyət şəkli çizilir. Onun evi kəndin ayağında. Bu da səhvdir. Deməli, cavabımız A-lar. Baxaq. Feil sifət tərkib əmələ gətirə də bilir, gətirməyə də bilir. İstənilən halda gətirir. İsmi birləşmə müstəqil şəkildə cümlə üzvünün rolunda deyil. Bəli. Kəndin ayağı ismi birləşmədir. Müstəqil şəkildə də cümlə üzvü rolunda deyil. Yerli halda olan isim işlənsə də kəndin, adlıq halda olan isim işlənməyib. Xeyr, evi sözü adlıq haldadır. Yerlik halda olan isim ayağında, ismi birləşmənin əsas tərəfi kimi işlənib. Bəli. Feili birləşmə cümlə üzvü kimi çıxış edir. Bəli. Xəbər söz birləşməsi ifadə olunmayıb. Bəli. İsmi birləşmə işlənməsə də isimlər işlənib. İsmi birləşmə deyil, işlənməsə də. Niyə? Kəndin ayağı isim birləşmədə. Feil sifət tərkib əmələ gətirib. Bəli, evə kəndin ayağında olan düzdür. Sonra cümlədə təyin kimi işlənə bilən feil birləşmələri müəyyən edin. Onun dediyi kitablar. Qrup rəhbəri ismi birləşmədir. Məşqə gecikən şagird. Xəbəri bilən adamlar. Yaza bilmək mürəkkəb feildir, yardım edə bilmək mürəkkəb feildir. Bunu da yeni versiyada dəyişiblər. Bunu siliblər. 1, 3, 4-ü A-da veriblər. Belə veriblər. 1, 3, 4. Sonra klasteri yazıla biləcək fikirləri müəyyən edin. Analar istəyincə nümunəsini 2 fərqli birləşmə növü kimi düşünmək olar. Bəli. Analar istəyincə olur məsələn. Belə olanda feili bağlama olur. Anaların istəyincə, istəyinə görə olanda isə ismi birləşmə olur. Bir düzdür. Zərfdən düzələn sifətlərdən fərqli olaraq, məsələn, sabahkı. Zərfin özü feili birləşmənin əsas tərəfi kimi işlənə bilməz. Niyə işlənə? A, yox. Nə zərfdən düzələn
nə zərfdən düzələn sifət, nə də zərfin özü fe'li birləşmənin əsas tərəfi ola bilməz. Fe'li birləşmənin əsas tərəfi yalnız fe'l olmalıdır. Deməli, iki ümumiyyətlə səhv fikirdə. Həmin müəllim birləşməsinin əsas tərəfi cümlə daxilində qeyri-müəyyən təzli halda işlənə bilməz. Bu söz, müəllimi söz, bəli, işlənə bilməz. Bunun elə deməli, təzli halda olduğunu bilmək üçün onun qarşısına işarə əvəzlikləri artırırıq da. O, bu, həmin. İşarə əvəzlərini artıranda o dəqiqə özün bildirir, keçir müəyyən təsirlik hala. Ona görə 3 doğru fikirdir. Elxan usta köməkçisi ilə söhbət edir cümləsində söz birləşmə işləndiğini əminlə demək olar. Bəli. Bir desəm Elxan usta köməkçisi ilə söhbət edir. Usta köməkçisi olur söz birləşməsi. Bir də deyirəm ki, Elxan usta köməkçisi ilə. Burada da Elxan usta olur. Yəni 4 doğrudur. Fe'li bağlama fe'l sifət tərkibinin aslı tərəfində işlənə bilməz. Niyə işlənə bilməsin? Nümunə deyim. Məsələn, yedikcə güclənən. Mənim oğlum deyirəm, yedim gücləndim. Yedikcə güclənən. 2, 1, 3, 4 oldu. Doğru yazılan mürəkkəb adlar. Şəhidlər xiyabanın dırnaqları olmamalı idi. Sonra əməkdar müəllim düzdür. 28 may düzdür. Şahmat məktəblər kiçik olmalıdır. Tərbiyəçi şöbəsi düzdür. Mürəkkəb adlarla bağlı doğru fikirləri müəyyən edin. Humanitar siyasət məsələləri şöbəsi. Burada iki yanlış məqam var. Bu siyasət məsələləri kiçik olmalıdır. Azərbaycan milli qəhrəmanı 3 yanlış məqamı var. Bunu gördüm, böyük, qəhrəman böyük, əsi də var, 3 dənə oldu, deməli düzdür. Humanitar fənlər gimnaziyası mürəkkəb adın yazılışında 2 yanlış məqam var. Bu düzdür. Möminə xatun türbəsi mürəkkəb adın yazılışında yanlışlıq yoxdur. Bəli, yoxdur. Hüseyin Cavab prospekti mürəkkəb adın yazılışında bir yanlış məqam var. Yox, yanlış deyil. D variantı. Düzdür Hüseyin Cavab. Aslı tərəfi qulluqca düzəltmə sözlə ifadə olunan fe'li birləşmə. Fe'li birləşmə, aslı tərəfi qulluqca düzəltmə. Qorxudan ağlayanlar. Qorxu, qorxdan qorxu, qorxudan. Aha. Deməli, bir olur. Yaxşılığı itirmək. Yaxşılığı itirmək frazemdir. Yatızdırmağın faydası ismi birləşmədir. Tərk edənlər sadə sözdür. Nanəciblərin yoxa çıxması. Nanəciblərin çıxması, yoxa çıxması. Bu da əlaqələnir deyə bu ismi birləşmədir. Bu 5 də səhvdir. Bir dənə olur da burada. Uyğunluğun heç bir xanada gözlənmədiyi. Mürəkkəb söz deyil, bu düzdür. Məktəb direktoru mürəkkəb söz deyil. Bu da düzdür. Bu da düzdür. Bu da düzdür. Bunda gözlənmədi. Mürəkkəb ad deyil. Bu mürəkkəb addır. Bu mürəkkəb ad deyil. Bunda gözlənmədi. Cavab D variantıdır. Burada məsələ nədir? Burada bir dənə mürəkkəb ad, daha doğrusu mürəkkəb ad olmayan bayraməli sözdür. Bu mürəkkəb sözdür, ad deyil. Digərləri hamısı mürəkkəb addır. Yəni bunu da götürə bilmərəm. Burada nəsə problem var. Ya da mən görmədim. Mürəkkəb ad deyil deyirsə, bu bayraməli mürəkkəb ad deyil bircə. Bu bayraməlini düşürtməli idilər aşağı, olmalı idi mürəkkəb ad deyil. Yox, uyğunluğun heç bir xanada gözlənmədi. Hə, uyğunluq heç bir xanada gözlənmədiyi deyirsə, belə olanda düz olur. Mürəkkəb ad söz deyil deyir, amma dizin mürəkkəb sözdür. Mürəkkəb ad deyil deyir, amma Kaliforniya ştatı mürəkkəb addır. Hə, düz olur. Beynim dondu bir anlıq. Cümlələr əsasında uyğun fikirləri müəyyən edin. Bizim dünyamız arxasında böyük sirləri gizlədən teatr pərdəsidir. Nədir teatr pərdəsidir? Bir dəqiqə bunu düzəltdim. Nə? Bizim dünyamız. Necə? Necə teatr pərdəsidir? Arxasında böyük sirləri gizlədən. Onu səylə çalışmağa sövq edən məktəbə daxil olmaq arzusudur. Nədir? Məktəbə daxil olmaq arzusudur. Nə? Onu səylə çalışmağa sövq edən. İndi deyir, ismi birləşmələrdən biri fe'li birləşmənin aslı tərəfindədir. Birinciyə baxsam, böyük sirlər ismi birləşmədir və
Arxasında böyük sirlər gizlədən fe'li birləşmənin tərkibindədir. Deməli, bir düzdür. Fe'ldən düzələn sifət böyük sözü, böyüməkdən böyük. Qeyri-müəyyənli halda da xeyr, böyük sirlər birinci növ tənis söz birləşməsidir. Yəni hal yoxdur orada. Baş sözlərin ifadə vasitəsi ismi birləşmədir. Bəli, teatr pərdəsi, bizim dünya yanlışın altından götürə bilmərəm. Mənsubiyyət şəkilçili sözlər söz birləşməsinin əsas tərəfidir. Mənsubiyyət şəkilçili sözlər dünyamız, pərdəsi, bunlar amma arxasında sözü də mənsubiyyət şəkilçili sözüdür də, amma bu əsas tərəf deyil. Deməli 4-ü götürə bilərəm. Fe'l sifət tərkibi təyin rolundadır. İndi ikinciyə baxsaq, burada bir təyini görmədik. Deməli 5 səhv fikirdir, doğrunun altından götürə bilmərəm. Məzdərlər tərkib əmələ gətirib, səylə çalışmaq, məktəbə daxil olmaq, bunlar göz tərkiblərdir. Deməli 6 düzdür. Yəlik halda olan məzdər fe'li birləşmənin əsas tərəfidir. Yəlik halda olan məzdər. Bu məktəbə daxil olmaq və olmağın arzusu. Yəlik halda olan məzdərdir bu olmaq sözü. Fe'li birləşmədə isə, yəni məktəbə daxil olmaq fe'li birləşməsində isə o əsas tərəfdir. Yəni 7 düz fikirdir, götürə bilmərəm. Məzdər tərkiblərindən biri müstəqil şəkildə cümlə üzvü rolundadır. Xeyr, görürəm ki, heç birisi müstəqil şəkildə cümlə üzvü rolunda deyil. Ona görə 8 də yanlış fikirdir. D variantı olar. Sonra, əgər cümlədə mürəkkəb ad işlənibsə, uyğunsuzluq yaradacaq fikirləri deyir, sayını müəyyən edin. Doğrudur. Cümlədəki sözlərdən bir dinaqda yazılıb. Xeyr, yazılmaya da bilər. Xiyaban adıdırsa, məsələn, küçə adıdır, prospekt adıdırsa yazılmayacaq. Yaxud insan adıdırsa. Qısaldığı zaman tərkibindəki bütün sözlər ixtisarda işlədəcək. Səhv fikirdir. Bunları götürürəm, uyğunsuzluq yaradıb. Çünki üzrə, yanında bu tipli sözlər ixtisarda olmur. Tərkibində rayon, şərt, şöbə tipli sözlər hökmə kiçik hərflə yazılacaq. Yanlış fikirdir, yanlışın altına da götürmürəm. Məsələn, Tərtər rayon təhsil şöbəsi böyüklə yazılacaq hamısı. Mürəkkəb adın ixtisarında səs uzanmasına yer verilə bilməz. Səhv fikirdir. BMT-də BMT uzanır. Ehtimaldır. Cümlədəki sözlərdən ikisinin ilk hərfi böyük yazıla bilər. Bəli, ehtimaldır. Məsələn, alt paleolit dövrü, bu ehtimaldır. Mürəkkəb adın tərkibində tarixi gün ifadə edən ay kiçik yazıla bilər. Bəli, bu da ehtimaldır. Məsələn, 28 may yazsaq, may belə böyük olacaq. Düzdür, may. Yox, 20-ni belə yazsam, 20. Onda may kiçik olacaq. Deməli, 6-da ehtimaldır. Cavab olar 2 dənə. Sonra, doğru və yanlışlıq baxımından biri fərqlidir. Uşaqların bu hərəkətinə əsla tab gətirmədi. Nə etdi? Tab gətirmədi. Əsla bu ədatdır. Nəyə? Uşaqların bu hərəkətinə. Bu hərəkət burada bir ismi birləşmə də var. Bu lap ağır idi. Nə idi? Ağır idi, nə bu? İndi deyir, bir sərbəst, bir sabit söz birləşməsi işlənib. Tab gətirmək frazemdir. Bu deməli frazemdirsə, sabit söz birləşməsidir. Bu da sərbəst söz birləşməsidir. Bir düzdür. İkinci komponentdəki köməkçi nitq hissəsi, lab sözü tərkibində yer aldığı söz birləşməsinin quruluşuna təsir etmir. Bu yanlış fikirdir. Çünki ikinci tərəfdə bir söz birləşməsi yoxdur. Söz birləşməsindən birinin tərkibində 3 tabellik əlaqəsi var. Uşaqların hərəkətinə sözündədir bu. Bu hərəkətinə yanaşmadır. Bu hərəkəti yanaşma. Uşaqların hərəkəti uzlaşma da var, idarədə var. Çünki üçüncü növdür. Bu düzgün fikirdir. Frazoloji birləşmə sadə cümlə üzüdür. Bəli, doğrudur. Sərbəst söz birləşməsi tamamlıq vəzifəsindədir. Bəli, mən bunu mübtəda yazmışam. Nə etdi? Tab gətirmədi. Nəyə? Uşaqların hərəkətinə. Nəyə? Onu diqqət istəyirəm. Bu düzdür. Demək cavabım olar B variantı. 4-ü düzdür, biri yanlışdır. Sonra nümunədəki sərbəst söz birləşmələrinin təhlillə bağlı uyğunsuzluğu müəyyən edin. Yenə uyğunsuzluq. Jurnalistin sözlərinə görə bu ara sözün tərkibindədir. Məhbusların daşqalağı 3 gün ara vermir. Ortaq cəhətdir deyir.
Əsas tərəfi isimlə ifadə olunan birləşmədir. Biz nəyə baxaq? Deməli, jurnalistin sözlərinə görə bir ismi birləşmədir. Məhbusların daşqalağı 3 gün ara vermir. Burada 3 gün, bu da ismi birləşmədir. Məhbusların daşqalağı, bu da ismi birləşmədir. İndi isimlə ifadə olunan birləşmədir deyirsə, buna da aiddir. Daşqalaq buna da aiddir, buna da aiddir. Deməli, bir doğru fikirdir, biri götürmədir. Mövcud cümlədə parçalanmadan təhlil olunaraq mürəkkəb cümlə üzvü olur. O, ortaq ola bilməz. Çünki jurnalistlərin sözləri cümlə üzvü olmur. Ara sözün tərkibində sayılır. 2 səhvdir. 2-ni götürməliyəm də uyğunsuzluq deyir. Fərqli cəhətdir. Birində əsas tərəfin yazılışında səhvə yol verilib, heç birincisində səhvə yol verməyib. Bu defisdə yazılmır, elə belə yazılır. 3 səhvdir, deməli, uyğunsuzdur. 3-ü götürdüm. Qoşma ilə işlənən birləşmə bu. Sintaktik vəzifə daşımır. Xeyr, sintaktik vəzifəsi ilə onun ara söz olmasıdır. Bu daşıyır, sadəcə cümlə üzvü olmur. Aslı tərəfi sayın sualına cavab verdiyi üçün sonuncusu hökmə parçalanaraq təhlil olmadı. Xeyr, 3 gün ikisi bir yerdədir, parçalana bilməz, fərqli cəhət deyil. Ona görə bu da səhvdir, A variant. Hansı nümunələrin ismi birləşmə ilə başladığını dəqiq müəyyən etmək mümkün deyil. Hövsələsiz şəkildə bu ismi birləşmədir. Maarif şöbəsində baş verənlərin onunla əlaqəsi olmadığını düşünürdü. Maarif düşünürdü. Deməli, bunu götürəcəm. Burada deyə bilmərəm ki, bu ismi birləşmədir, yoxsa maarif adam adıdır. Körpə ağacların budaqlarındakı yarpaqların tərpənişinə xüsusi maraqla baxırdı. Kim baxırdı? Körpə. 3-ü də götürmək olar. Balaca balıqları saymaq olmurdu. Burada balaca balıq elə bir yerdədir bu heç. Əli silahlıların onunla qarşılaşdığında atəş açıb açmayacaqlarını kəstirə bilmirdi. Kim? Əli. Əli bilmirdi. Bir də əli silahlı mənasında da düşünmək olar. 2, 3, 5. İtlərin bir neçəsini parçalayaraq tövlənin qarşısına aparmışdılar. İtlərin bir neçəsi olanda ismi birləşmədir. Bir də sənin itlərin bir neçəsini parçalayaraq, yəni düşünmək olar ayrı. 2, 3, 5, 6 E variantı. Sonra, ölüm yatağında çəkdiyim ilk şəkil inanılmaz bir terapiya idi. Cümləsi ilə bağlı yanlış variantı seçin. Cümlədə heç biri həmciz olmamaqla baxaq. Nə idi? Terapiya idi. Necə inanılmaz? Nə? Şəkil. Nə şəkil? Hansı şəkil? İlk şəkil. Hansı şəkil? Ölüm yatağında çəkdiyim. 3 dənə təyinim var. Heç biri də həmcins deyil. Həmcins olsa gərək bir vergülü də olmalıydı. Deməli, A düz fikirdir. A-nı çıxdı. İsmi birləşmələrdən biri başlanğıc formadan çıxaraq fe'li birləşmənin asıl tərəf vəzifəsində işlənib. Bu ölüm yatağında. İsmi birləşməsi ölüm yatağı. Bunun başlanğıc forması budur. Bundan sonraki artıq qrammatik şəkilçilər onu başlanğıc formadan çıxardır və fe'l sifət tərkibinin içindədir o. Deməli, B də düzgün fikirdir. Fe'ldən düzələn isimlər söz birləşməsinin tərəflərini təşkil edir. Fe'ldən düzələn isim bir öldən ölümdür, bir də yatdan yataqdır. Söz birləşməsinin tərəflərini təşkil edir, düzdür. Şəxsiz növ fe'ldən düzələn sözlə ifadə olunan təyin. Bu, inandan, inanılmaq, nəyə? Şəxsiz növ fe'ldə. İsmi birləşmənin əsas tərəfi. Əsas yox, aslı tərəfidir. Birinci tərəf aslı tərəfdir, ikinci tərəf əsasdır. Təkcə bir köməkçi nitq hissəsi işlənib. O da bir ədatım var. Bu da doğru fikirdir. 67-yə sonra baxaraq 68-lə davam eləyək. Aşağıdakı cümlə ilə bağlı yanlış fikir seçin. Dağların yamaçları qarşı zirvələrdən görünürdü. Nə edirdi? Görünürdü. Nə görünürdü? Dağların yamaçları haradan görünürdü? Zirvələrdən. Hansı zirvələrdən qarşı? Nə idi? Meşəli idi. Hara? Oralar. İndi deyir, mübtədə söz birləşməsi ifadə olunduğu üçün quruluşca mürəkkəbdir. Doğru fikirdir. Sözlə ifadə olunanda sadə, söz birləşməsi ilə ifadə olunan mürəkkəb. Əsas tərəfi fe'lin təsriflənməyən formaları ilə ifadə olunan söz birləşməsi yoxdur. Bəli, hər bir ismi birləşmədir. Fe'li birləşmə yoxdur. Cümlədə 2 ismi birləşmə işlənib. Bəli,
qarşı zirvələrdən, bir də dağların yamaçları doğrudur. Bir neçə cümlə üzrə söz birləşməsi ilə ifadə olunmadığı üçün quruluşca sadədir. Bəli, doğru fikirdir. Söz birləşmələrinin hər biri cümlə üzvü vəzifəsindədir. Söz birləşmənin hər biri. Xeyr. Qarşı zirvələrdən sözünü parçaladım da, ona görə bunu deyə bilmərəm. Fikirlərin doğru və yanlış olması baxımından düzgün ardıcıllıq. İsmi birləşmələrdə aslı tərəf çıxışlıq, məsələn, aslı tərəf, dağlardan uca, yəlik, sənin kitabın, təsirlik, təbiəti müşahidə, adlıq, daş divar. Bu doğrudur. Təəssüflənən feillər nə feili, nə də ismi birləşmə tərəf ola bilməz. Doğrudur. Əvəzli ismi birləşmədə əsas tərəf ola bilmir. Niyə ola bilmir? Məsələn, qonaqların hansı ola bilir. Deməli, bu səhvdir. Bu yanlışdır. Kəsr sayları ismi birləşmədə və feili birləşmədə əsas tərəf ola bilmir. Feili birləşmədə əsas tərəf olmur, amma ismi birləşmədə olur. Parçanın 1/3 məsələn. Yalnız feillərdən ibarət ismi birləşmələr mövcud deyil. Bu olar. Bunu bayaq da dedik. Gələnin oxumağı, məsələn, doğrudur. Yox bu. Bu yanlış oldu. Yanlışdır. Zərf və sifət ismi birləşmənin həm əsas, həm də aslı tərəf kimi çıxış edə bilər. Bəli, doğrudur. Niyə eləməsin ki? Eləyəcək. Cədvəldəki uyğunluğu müəyyən edin. Verildiyi vəziyyətdə həm ismi, həm də feili birləşmə əsas tərəf kimi çıxış edə bilər. Bu hansı sözlərdir? Həm məsdər düşünə bilərəm, həm də isim düşünə bilərəm. Məsələn, çaxmaq, ildırımın çaxmağı ilə o feil, çaxmaq daşı mənasında isim. Yumaq həmçinin, paltarı yumaq, bir də yumaq top mənasında. Toxmaq sözü isim olur yalnız, bu heç. Verildiyi vəziyyətdə yalnız feili birləşmənin əsas tərəfi kimi çıxış edə bilər. Görməmiş sifət ola bilər. Sifət olsa, yox. Oxuması ismi birləşmənin də onun oxuması ismi birləşmənin də əsas tərəfi olur. Bir də baxmamış ola bilər. 2, 3, 5. Cədvəldəki uyğunluğu müəyyən edin. Feili birləşmə quruluşca sadədir deyil. Məlik burada olan bir çox qonaqları sanki üzdən tanıyırdı. Bəli, burada olan hansı qonaqlar? Burada olan qonaqları biri götürə bilərəm. Mərd olmaq bizə dədə babadan. Mərd olmaq mürəkkəb feildir. Orada dayanmaq olmaz ki. Burada nə etmək olmaz? Dayanmaq olmaz. Harada? Orada. Burada birləşmə yoxdur. Feili birləşmə yoxdur. Feili birləşmə quruluşca mürəkkəbdir. Bu məktubu elə götürdüyü yerdə də qoymaq istəyirdi. Nə edirdi? Qoymaq istəyirdi. Nəyi məktubu? Hansı məktubu? Bu məktubu. Nəyi məktubu deyib mübtədan xəttin çəkmək. Nəsə, harada götürdüyü yerdə. Yəni bunun burada feili birləşmə yoxdur. Götürdüyü yerdə ismi birləşmədir. Zənn edirdi ki, biz kənddə olanda bəzi namətlər problem yaratmaq istəyirmişlər. Nə etmişlər? Yaratmaq istəyirmişlər. Nəyi, problemi, kim namətlər? Nə vaxt, nə zaman biz kənddə olanda. Burada görürsünüz, feili birləşmə, mürəkkəb feili birləşmə oldu. Yaşarın ad günü üçün aldığı oyuncaq uşağın çox xoşuna gəlmişdi. Nə etmişdi? Uşağın çox xoşuna gəlmişdi. Nə oyuncaq? Hansı oyuncaq? Yaşarın ad günü üçün aldığı. Deməli, bu feili sifət tərkibidir, yəni mürəkkəb feili birləşmədir. 1, 5, 6 D variantı. Sadə olanda 2 söz olur, mürəkkəb olanda da bir neçə söz olur. Belə. Sonra 72. Deyir ki, hansı söz birləşməsi ilə bağlı yalnız 3 fikir doğrudur. Aslı tərəfində ilk söz quruluşca sadə deyil. Bura A-nı yaza bilərik, ilk söz axşam çağı. Başqa da varmı? Bunlar sadədir, bağışladıqlarımız bu da sadədir. Aslı tərəfində hara sualına cavab verməyən isim olan feili birləşmədir. Feili birləşmədə deyirsə, adama hara sualı var, evə hara. Şəhər mərkəzində şənlik keçirilməsi. Bu feili birləşmədir. Bir dəqiqə. Daha doğrusu bu ismi birləşmədir, amma hara sualı var. Həyatın görünməyən ismi birləşmə, bu ismi. Burada da hara sualına cavab verən söz yoxdur. Nəsə içini boş saxlayıram. Aslı tərəfində istiqamət qoşması işlənmiş feili birləşmədir.
İstiqamət qoşması işləmiş deyirsə, bura A-nı yazdım. Sonra E-ni də yazıram. Qarşı. Digərlərində yoxdur. Qulurca mürəkkəb olan söz birləşməsidir. Hamısı bu heç. Hamısını bura yazmaq olar. Bütövlükdə bir tabe edici və bir neçə tabe sözdən ibarət ismi birləşmədir. B-ni bura yazmaq olar. C-ni, D-ni. Aslı tərəfində sifət və ya kökü sifət olan söz birləşməsidir. Şənlik sözünün kökü bura yazmaq olar. Həyatın görmə, şairin sönməz ilhamı sifətdir. Burada yazmaq olar. Yenidən, burada da sifət var. E-ni də yazmaq olar. Hansı 3 fikir yazıldı? Bura mürəkkəb hamısına yazılsa, B-ni də bura yazacaq. 3 dənə elə B olar. Digərlərini də yoxdur. İndi son sualımız qalır bu sual. Bunu təhlil eləsək, Murad Yükəndən ipək bükülü mücrünü götürdü. Nə etdi? Götürdü. Nə götürdü mücrünü? Hansı mücrün ipəyə bükülü? Haradan götürdü? Yük yerindən. Kim Murad? Ona xəttin çəkdim. Nəysə, nə etdi? Orta əsrdən başlarıyla xalqımızın mədəni irsi Avropa şərqşünaslarının diqqətini cəlb etmişdi. Nə etmişdi? Cəlb etmişdi. Nəyi? Avropa şərqşünaslarının diqqətini. Nə? Xalqımızın mədəni irsi. Nə vaxt, nə zaman? Orta əsrlərdən başlayaraq. İndi deyir ki, cümlə üzvlərinin sayı söz birləşmələrinin sayından çoxdur. Birinci fikri deyir. Burada neçə dənə cümlə söz birləşməsi var? 1, 2, bir də ipəyə bükülü mürcürü 3 dənə. 3 dənə söz birləşməmiz var. 1, 2, 3, 4, 5 dənə də cümlə üzvüm var. Söz birləşmələrinin sayından çoxdur. Bir düzdür. Söz birləşmələrinin aslı tərəfi yerlik və yönlük hallı isimlərlə ifadə olunub. Xeyr, ipəyə bükülü mücrü bu da bir söz birləşməsidir və onun aslı tərəfi ipəyə bükülü qeyri-təyini ismi birləşmə ilə ifadə olunubdur. Deməli, 2 səhv fikirdir. 2-ni götürə bilmərəm. Sonra qeyri-təyini söz birləşməsi başqa bir söz birləşməsinin aslı tərəfidir, deyir. Xeyr, ipəyə bükülüdür qeyri-təyini və o, bəli, qeyri-təyini söz birləş başqa bir sözün aslı tərəfidir. Yəni, ipəyə bükülü mücrünün aslı tərəfidir. Və cümlədə parçalanmayaraq təhlil olunan cümlə üzvü vəzifəsindədir. Bəli, doğrudur. Parçalanmayaraq təhlil olunan cümlə üzvü vəzifəsindədir. Parçalanmayan. Qeyri-təyini söz birləş başqa bir söz birləşməsinin aslı tərəfidir. Bəli, və cümlədə bəli, parçalanmayaraq. 4-ü götürə bilmərəm yanlışın altından. Bütün söz birləşmələri müstəqil şəkildə cümlə üzvü rolunda deyil. Bəli, orta əsrlər müstəqil deyil. Xalqımızın mədəni irsi. Burada mədəni irsi. Mədəni irs. Burada söz birləşməsidir və o da müstəqil deyil. Avropa şərqşünasları bu da deyil. Şərqşünasların diqqəti bu da deyil. 3-ü götürmək olar. Doğru. Söz birləşmələrlə ifadə olunan cümlə üzvlərinin sayı ilə qulurca sadə olmayan cümlə üzvlərinin sayı eynidir. Elə bu qulurca sadə olmayan cümlə üzvü bir dənə budur. Yox, qulurca sadə olmayan cümlə üzvü bir dənə budur. Orta əsrlərdən başlayaraq. Xalqımızın mədəni irsi 2, 3 dənə. 3 dənə mürəkkəb cümlə üzvüm var. 3 dənə mürəkkəb cümlə üzvüm var. 3 dənə də deməli cümlə üzvü ilə ifadə olunan söz birləşməsi ifadə olunan cümlə üzvüm var da. Yəni 5 səhv fikirdir. Onu elə mürəkkəb eləyən, onun elə söz birləşməsi ilə ifadə olunmasıdır. Deməli, bunların sayı bərabər olmalıdır. Nəysə, 5 səhvdir. 1, 3, 5-i götürdük. Fərqləndirilən ismi birləşmə müstəqil şəkildə cümlə üzvü rolunda deyil. Bəli, orta əsrlər fərqləndirilir və o da müstəqil şəkildə cümlə üzvü deyil. Bu 6-da düzlük götürə bilmərəm. Mən burada 4-lə razı deyiləm. 1, 3, 5-i götürərəm. E-ni veribdir. Bu, amma təzədə bilmirəm. Bunu dəyişiblər, dəyişməyiblər. Nəsə, bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.
Gözüm ağrıdı artıq. Davamı olsaydı belə getməzdim. Yaxşı vaxtında qurtardım. Hələlik.